Salam balaca birincilər, hər birinizi xoş gördük. Bugün biz sizinlə riyaziyyat iş dəftəri ikinci hissədə olan məsələ həlli mövzularına aid tapşırıqlarımız var. Onları işləyəcəyik sizlə bir yerdə. Gəlin, vaxt itirmədən keçək tapşırıqlarımıza. İki qutuda cəmi neçə oyuncaq ayı var? Gördüyünüz kimi birinci qutuda yazılıb 10 ədəd, ikinci qutunun yanında isə yazılıb 5 ədəd, yəni oyuncaq ayı var. İki qutunun cəmini soruşduğuna görə biz 10 ilə 5'i toplayacaq və alacaq təbii ki 15 oyuncaq ayı. Burada yazacaq 15. Keçirik ikinci məsələyə. Elxan çəmənlikdə 10 qoyun otarırdı. Sonra Samir otardığı 8 qoyunu onun qoyunlarına qatdı. Çəmənlikdə neçə qoyun oldu? Deməli, əvvəlcə otarırdı neçə qoyun? 10 qoyun. Ona qatıldı. Yəni Samir otardığını qatdı, Elxanın qoyunlarını neçəsini qatdı? 8'ini qatdı. Oldu sual. Həllini tapmaq üçün qatılıb, deməli artıb. Ona görə toplamadan istifadə edirəm. 10 üzərinə 8 olur neçə? Cavab yerində yazıram ki, 18 qoyun. Sonra qalxıram yuxarıdakı 3-cü və 4-cü məsələlərə. Samirin nənəsi əvvəlcə qaba 6 qutab qoydu. O sonradan 10 qutab da əlavə elədi. Əvvəlcə boş qaba qoyub neçəsini? 6'sını. Əlavə eləyib neçəsini? 10 dənəsini. Oldu sual. Burada da gördüyünüz kimi uşaq toplamadan söhbət gedir. Çünki əlavə eləyib. Sonunda da buna həmişə fikir verin. Cəmi. Yəni nə? Toplama. Mən 6 ilə toplayacağım 10'u. Bərabər eləyəcəm neçəyə? 16'ya. Cavab isə 16 qutab sözündə özləri yazıblar. 4-cü tapşırıqda burada layihə sözü düşsə də mən yazacağım. Siz diqqətlə baxın. Zooparkda 6 meymun var idi. 7 meymun da gətirdilər. Cəmi neçə meymun oldu? 6 meymunumuz var idi. 7 dənəsini də ora gətirdilər. Yenə də baxın uşaqlar cəmi deyir. Yəni söhbət toplamadan gedir. Diqqətli olun. 6'nın üzərinə 7 gəlirəm. Bərabər eləyirəm 13'ə. Deməli, neçə meymun oldu zooparkda? 13 dənə meymun oldu. Keçək növbəti səhifəmizdə 5-ci məsələmiz var. Samir çox mərtəbəli binanın 7-ci mərtəbəsində yaşayır. Aynur ondan 5 mərtəbə yuxarıda yaşayır. Samir Aynurgilə getmək üçün liftin hansı düyməsini basmalıdır? 7-ci mərtəbədə dayanıb və 5 mərtəbə yuxarıdadsa, deməli mən 5 addım yuxarı getməliyəm. Almalıyam neçə? 12'ni. Deməli, Samir hansını basmalıdır liftin? Baxın, buradakı 12-ci düyməsini basmalıdır. Bunu da biz toplama üsuluyla tapırıq. 6-cı məsələyə keçirik. Səbinə özün rəngli albomunda 13 ulduzu qırmızı, 6 ulduzu isə sarı karandaşla rənglədi. Cəmi neçə ulduz rəngləyib? Deməli, rənglədikləri ulduzlar 13 dənə qırmızı idi və 6 dənə də sarı ulduz idi. Cəmini görürsünüz də uşaqlar, söhbət toplamadan gedir. Deməli, cəmi neçə olub? 13'dən 6 eləyib neçə? 19. İndi bura baxırıq. Aynur bağdan Aynur bağdan 7 armud, bundan 5 dənə çox isə alma dərdi. Aynur neçə alma dərdi? Armuddan sayını onsuz da bilirik, 7 dənədir. Almaların sayısı 5 dənə çox, amma nə qədərdir bilmirəm. 7'dən 5 dənə çox olduğuna görə, yəni armuddan çox olduğuna görə, mən armudun sayının üzərinə dənə çox dediyi sayı gəlirəm və almaların sayını tapıram. Alıram neçə? 12 alma. Deməli, bağda neçə alma dərib? Aynur 12 dənə alma dərib. 8-ci məsələ. Anarla bacısı analarına ad günündə gül bağışladılar. Anar 9 gül bağışladı. Bu, bacısının bağışladığı güllərdən 4 dənə az idi. Burada uşaqların çaşdığı əsas məqam, bax, bu az sözüdür. Bu az sözünü görən zaman tez çıxırlar. Amma bu o demək deyil. Məsələni biz əvvəlcə nə etməliydik? Anlamalıydıq. Anlamalıyıq bizdən nə istəyir. Deməli, Anar 9 dənə gül bağışlayıb və deyir ki, bu, bacısının bağışladığı güllərdən 4 dənə az idi. Deməli, bacısı bundan 4 dənə çox toplayıb ki, Anar ondan 4 dənə azdır. Biz burada toplamalıyıq ki, bacının tapdığı güllərin sayını tapaq ki, Anar da ondan 4 dənə az olmuş olsun. Yəni, mən 9'un üzərinə gəlməliyəm 4'ü ki, və almalıyam 13'ü. Anarın bacısı 13 dənə gül verib anasına. İndi məsələni oturduruq yerinə. Anar bacısına 13 dənə gül, üzr istəyirəm, Anarın bacısı anasına 13 dənə gül bağışlayıb. Anar isə bundan 4 dənə az, yəni neçə dənə?
9 dənə. Görürsünüz uşaqlar, burada artıq bütün rəqəmlər öz yerinə oturdular. Növbəti səhifədə yeni bir mövzumuzdur. Toplanan digər sulardır. O videolarda görüşənədək uşaqlar, hələlik.